3-cü Qərbi Azərbaycana Qayıdış Festival Konqresinin artıq başlamağına sayılıq günlər qalıb. Festivalın bədii hissəsi məhz burada, Ordubad şəhərinin mərkəzində keçiriləcək. Gördüyünüz kimi bədii hissədə nümayiş olunacaq rəngarəng və maraqlı rəqslər üçün hazırlıq işləri böyük həvəslə davam edir. Mən də ilk dəfədir Qərbi Azərbaycana Qayıdış Festivalında iştirak edirəm. Düşünürəm ki, çox maraqlı olacaq. Çox həyəcanlıyam. Bir neçə gündür ki, ciddi hazırlıqlar gedir burada. Hər kəs həyəcanlıdır və bizim bir neçə nömrəmiz olacaq burada, ifa edəcəyik. Məncə hər kəs həyəcanlıdır burada. İnşallah hər kəsin uğurlu olar. Belə bir festivalın Ordubadda keçirilməsi çox mükəmməldir ki, belə bir gözəl rayonumuzda festival olur. Festivalda çox gözəl kompozisiya yaratmışıq. İnşallah ki, tamaşaçılarımızın da gözünə oxşayar. Mən 2-ci Qərbi Azərbaycan Festivalında iştirak etmişəm. Batıbadda keçirilmişdi bu festival. Çox maraqlı keçmişdi. Biz bir neçə rəqs nümayiş etdik. İndi isə 3-cü Qərbi Azərbaycan Festivalında iştirak edirik və burada da öz rəqslərimizi göstərəcək. Çox maraqlı keçəcəyinə inanırıq. Qərbi Azərbaycana qayıdış ideyasının təbliği və tarixi mədəni irsin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyan festival konqres artıq ənənə halını alıb. 3-cü dəfə keçiriləcək tədbirlə bağlı hazırlıq prosesi və nəzərdə tutulan proqram barədə ətraflı məlumata gəldikdə isə tədbirin birinci günündə Ordubad şəhərində baş meydanda tədbirin açılış mərasimi olacaq. Burada ölkəmizin tanınmış ziyalıları, millət vəkilləri, ölkəmizin ali təhsil müəssisəsinin rəhbərləri, müxtəlif ictimai təşkilatların nümayəndələri, ictimaiyyət nümayəndələri açılış tədbirində iştirak edəcək və müxtəlif respublikamızın rayonları, o cümlədən Təhsil Mədəniyyət Nazirliyi, Rəssamlar Birliyinin, Aşıqlar Birliyinin sərgiləri təqdim olunacaq və bu sərgilərdə Qərbi Azərbaycanı özündə yaşadan, təbliğ eləyən, Qərbi Azərbaycana aid olan sənət nümunələri, incə sənət xadimlərinin ifaları, o cümlədən musiqi, mahnılar, müxtəlif xalça, tikmə, bədii yarazlıq nümunələri, rəsm əsərləri sərgidə nümayiş olunacaq. İlk növbədə səhnə qurulub, burada kompozisiya və digər elementlərin icrası ilə bağlı texniki işlər görülür. Bununla bərabər Qərbi Azərbaycan Festival Konqresində iştirak edəcək müxtəlif respublikamızda mövcud olan rayon və qurumlar üçün də çadırlar hazırlanıb, onların istəyəcəkləri müəyyənləşdirilib. İndidən tam əminlə deyə bilər ki, biz o hazırlıq prosesində göstərir ki, Ordubad şəhərində böyük bir festival keçiriləcək. Artıq bunun biz əhval-ruhiyyəsinin şənliyini rayon sakinlərinin üzündən görməkdəyik. Ordubadda keçirilməsinin bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, çünki Zəngəzur yoluna daha yaxınıq və inşallah Zəngəzur yolu ilə insanlarımız öz doğma ev eşiklərinə, ocaqlarına qayıdacaqlar, öz ulu ölənlərinin məzarlarını yad edəcəklər, öz doğma ocaqlarının başında oturacaqlar. Biz o günləri səbirsizlə gözləyirik və bu festivala da uğurlar arzulayırıq. Bu torpağın qədimliyi, bu torpağın şanlı tarixi bir daha sübut edir ki, Azərbaycan qədim sivilizasiya mərkəzlərindən biridir və Azərbaycanın da ən qədim, ən gözəl güşəsi məhz Ordubaddır. Həqiqətən bu tədbirin keçirilməsi bizim üçün fəxrdir, qürurdur. Qeyd edək ki, Qərbi Azərbaycana Qayıdış Festival və Konqresi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcması tərəfindən birgə təşkil olunur. Pərvin Səfərzadə, Təxminə Babayeva, Emin Novruzov, NTV Xəbər.